Hamıza salam olsun, bax, hörmətli izləyicilər. Bax, mən yoldan başlayıram. Çünki həmişə dediyimiz kimi yol mədəniyyətdir. Bax, qapısının ağzına kimi asfalt yoldur. Bax, deməli, bax, belə bir gözəl, yaraşıqlı ağları 5 otaq evdir. Bilirsiniz, sizə tərif Allaha məxsusdur. Amma burada olan işlərin sizə xatırlatmalıyıq ki, bax, gözəl belə bir 5 otaq evimiz var. Bax, hardan başlayayım, bilmirəm ki, sizin xoşunuza gəlsin, siz bunu baxasınız, izləyəsiniz. Çatdırım nəzərinizə ki, bu evin ilkin olaraq qiyməti 140-139 min manatdan başlayır. Əslində bunun qiyməti həqiqətən də bahadır. İnsafla danışanda bu evin qiyməti 150 min, 160 mindir bazarda. İndi satmaq istəyir də, indi ev sahibi tez satmaq üçün, bax belə normal qiymət qoyub ki, siz razılaşasınız. Burada yəni keyfiyyət heç nə yoxdur. Yəni nöqtədir. Nə nöqtədir? Çünki ağlaydır. Yəni illərlə xarab olmayan materiallardır, özünüz bilirsiniz. Bax belə, pultla darvaza, hər şeyi bir də bir qeyd eləmək istəmirəm. İndi bismillah eləyək, qapını da açaq. Bax, görürsünüz, bax budur. Evimiz bundan ibarətdir, hörmətli izləyicilər. Bax, yenə deyirəm, tərif Allaha məxsusdur. Amma burada siz gördüyünüz, sizin axtardığınız 5 otaq 140 min manat olan keyfiyyət burada var. Siz ki, verdiyiniz pulun keyfiyyəti bax, burada artıqlaması ilə var. Bax, belə çox gözəl belə hol hissəsidir. Bax, burada görürsünüz. Bir zal, yataq otağı və mətbəx. Haradasa bir 15-16 kvadrat olar. Bax, belə. Hörmətli izləyicilər, bax, hər şey sizə qısa deyirəm, siz təki bu evi bəyənin, təki siz səslərinizi, təkrar edirəm, 5 otaq 140 min manat ilkin qiymətli, çox gözəl yerdə yerləşir, həqiqətən. Yəni bu civarda ev almaq istəyən, əgər gözləyirsə, onun zərərinədir o zaman. Zaman onun zərərinədir. Heç bir kəsinti eləmirəm, bax, görürsünüz, nə gözəl. Baxırsınız, bax. Baxın. Deməli, bir yataq otağı, 2 yataq otağı, bu da 3 yataq otağı. Bax, bu da bunun hol hissəsi. Hamısı da yəni normal, işığı yanmır, ev yoxdur. Əsas odur ki, həyatınızda işığı sönməsin. Bax, bu da belə. Bax, belə. Keçək eyvana. Eyvana da sizə bir dənə, bax, belə görüntü eləyək. Nəysə. Bu da bizim sizə dediyimiz evdir. Bax, belə. Gəldik videonun sonuna. Kim bizə axıra qədər baxdısa, o çox səbirli insandır, çox xoşbəxt insandır. Nəysə, videomuzu bəyənin, paylaşın, çox xahiş edirəm, dəstək olun. Çünki belə bir şeydə vasitəçi olmaq gözəl bir şeydir. Sağ olun, salamat qalın.